Salam əziz tələbələr, mövzumuz sürtünmə qüvvəsi və elastiklik qüvvəsindən ətraflı yazılı cavab tələb edən nümunələrdir. Tərs ardıcıllıqda başlayaq. Uşaqlar deyir, sonda çətin olur. Əvvəl asan da olur, əvvəli çəkmə. Ona görə tərs ardıcıllıqda başlayır. Deməli, 49 yer səthimiz var. Üzərində M2 kütləli cisim. Onun üzərində M1 kütləli cisim var. Buradan bir F qüvvəsi tətbiq edirik. M1'i veriblər 10 kilo. M2'ni veriblər 15 kilo. Və ardınca tətbiq olunan qüvvəni də 50 Newton veriblər. Deyir ki, M1 cismi ilə M2'yə nəzərən sürüşməyə başlayır. 50 Newton'u aşan kimi bu başlayır sürüşməyə. 50 Newton'u aşan kimi başlayır nə eləməyə? Sürüşməyə. Sürüşmə sürtünmə əmsalını tap. Uşaqlar, biz başa düşürük ki, bu elə bil ki, 50 Newton'dan sonra başlayırsa sürüşməyə, sükunət sürtünmə qüvvəsinin maksimal qiyməti, sükunət sürtünmə qüvvəsinin maksimal qiyməti bizdə müMJ'dir. Həmçinin F-də artıdır. İndi məqsədimiz nədir? Tələbə dərk eləməlidir ki, bu F qüvvəsi ilə M2'yə təsir edir. M2 də təsir edir M1'ə. Birinci, ümumi sistemimizin təcilini tapmalıyız. Sistemin təcili F bölünsün. M1 üstəgəl M2 idi. Yəni 50 bölünsün. 10 üstəgəl 15. 2. Bunu tapandan sonra tələbə dərk eləməlidir ki, 1'ə təsir edən qüvvəni tapmaq istəsəm, dartı qüvvəsini, belə deyək ki, təyin eləmək istəsəm, M vur A düsturundan istifadə edəcəm. Söhbət 1'ə təsir eləyəndən gedirsə, M1 A. M1 cismimiz 10 kilodur. Vururuq 2'yə nə qədər alırıq? Deməli, bu dartı qüvvəsi 20 Newton'dur. Və müMJ düsturuna girir. Burada da M, yenə deyirəm, 1'in kütləsidir. Olur mü, vur 10, vur 10, bərabərdir 20'yə. Mü buradan bərabərdir 0.2'yə. Və ixtiyari sualı verə bilərsiniz. Ümid edirəm diqqətlisiniz. Başa düşmədiyiniz təqdirdə ixtiyari sualı verə bilərsiniz. Mənim, bu nədir, bu nədir, bu nədir? 48. Yalnız sürtünmə qüvvəsinin təsiri altında cisim hərəkət edir və sürtünmə əmsalını deyir tap. Tələbə qrafikə baxır. Sürətin zamandan asılı qrafiki verilib. Bu qrafikdə biz görürük ki, ikinci saniyədəki sürətimiz 6'dır. Üçüncü saniyədəki sürətimiz 3'dür. Bu sürət getdikcə nə edir? Azalır. Bərabər yavaşlayan hərəkətdə təcilin düsturu sürət dəyişməsi V0 çıx V böl zaman dəyişməsidir. Burada delta T yazılır. V0 dediyimiz hansı zaman anında başlayırıq hərəkəti yoxlamağa? Bax, buradan yoxlayıram. Başlanğıc burada deyək ki 6'dır. 1 saniyədən sonra neçəyə düşüb? Olur 6 çıx 3 böl. Buradan bura nə qədər zaman keçib? 1 saniyə. Təcili tapdıq. Təcilimiz 3'dür. Təcil də normalda müJ ilə tapılır. Mü də burada nəyə bərabərdir? Aha. İkinci saniyədən 3-cü saniyəyə keçən zaman fərqi 1 saniyədir. 3 bölü 10. Bu da 48. Nəyi? J'ni tələbəmiz deyir ki, ay müəllim, bu J'ni şərtdə verməyib, onda açıq sualsa 3 bölü J. Əgər onu verməyibsə. Bunu verməli idi normalda, verməyibsə də elə istifadə elədir. Yaxşı. 47. Azalan sırada deyə gedək. Yalnız sürtünmə qüvvəsi təsir edən müxtəlif səthlər verilib. Sürətin proyeksiyasının zamandan asılığı. Birinci qrafikdə
5-ci saniyədə müəyyən bir nöqtəyə çatmışıq. İkinci qrafikdə həmin nöqtəyə çatma müddətimiz 8-ci saniyədir. Həmin sürətə çatma. İkisi də eyni sürətdən başlayıb. İkisi də müəyyən bir V0 qiymətindən başlayıb. Və deyirlər ki, bu qrafiklərə əsasən deməli, yalnız sürtünmə qüvvəsi təsir edən və müxtəlif səthlər üzrə tormozlanan eyni cismin sürətin proyeksiyasından zamanı asılılıq verilib. Bu cismə təsir edən sürtünmə qüvvələrinin nisbətini tap. Tələbə deyər ki, Süleyman müəllim, sürtünmə qüvvəsi MJ-də eləyə bilərik. Ya da birbaşa MA da yaza bilərik. MA, burada da MA. Sadəcə birində MA1, birində nə? MA2. Mühünü vermədiklərinə görə biz orada baş ağrısı olmasın deyə birbaşa A ilə yazaq. M-lərimiz neynədir? Getdi. Qaldı A1 bölü A2. Yəni mən təcili təyin edə bilsəm, məsələ nə eləmiş olacaq? Bitəcək. Mən bilirəm ki, birinci cisim V0-dan gəlib hara? V-yə. Deməli, onun təcili olacaq V0. Yavaş hərəkət üçün V0 çıx V böl 5. 5 saniyə eləyib də bunu. İkinci cisim isə həmin şeyi 8 saniyə eləyib. Onda nəticədə burada 1 qalacaq, burada da 1 qalacaq. Qalacaq 5-də 1 böl 8-də 1. Bu da eləyəcək. Məsələ bitmişdir. Yanaşmaya fikir verin. Görün müəlliminiz necə düşünür. Keçdik. 46. Və evdə də yenidən bir dəfə də yazmağa çalışın. Bax, səthimiz var. M1 kütləli cismimiz var. Fikir aydın olmursa soruşursunuz. Neçə dəfə lazımdır, o qədər dəfə. Burada da M2'miz var. Bunlar arasında prujun var, yay. Burada da bir F qüvvəsi. Deyir ki, bax bu F qüvvəsi 140 Newtondur. M1 20 kilodur. M2 10 kilodur. Birinci cismin yer ilə sürtünmə əmsalı 0.2'dir. İkinci cismin yer ilə sürtünmə əmsalı 0.4'dür. Və yayın uzanmasını deyir hesabla. Kanı da veriblər. 600 Newton bölü metr. Tələbə birinci nəyə düşünməlidir? Sistemdə sürtünmə qüvvələri təsir edir. Sürtünmə qüvvəsi hərəkətin əksinə təsir edir. Buradakı sürtünmə qüvvəsi olacaq M1 M1J. Buradakı sürtünmə qüvvəsi olacaq M2 M2J. F qüvvəsi isə bunu harada artır? İrəli. Deməli, ümumi sistemi F qüvvəsi irəli də artır. Sürtünmə qüvvələri geri tapır. Deməli, belə çıxır ki, bu sistemin müəyyən bir əvəzləyicisi var. Əvəzləyici qüvvənin ədədi qiyməti F çıxılsın F sürtünmə 1, çıx F sürtünmə 2-dir. Əvəzləyicinin düsturu MA-dır, amma söhbət sistemin M-idirsə, uşaqlar, bu olur M1 üstə gəl. F-imiz eləli yerində qalsın. Bu tərəfi silək bizə mane olmasın. F sürtünmə 1'in yerinə yazacağım M1 M1J. F sürtünmə 2'nin yerinə yazacağım M2 M2J. İndi hamısını hesablayaq. Həm bunun sürtünməsi var, həm bunun sürtünməsi var. İkisi də yerə sürtünür axı. Ayrı-ayrı əmsalları da ayrı-ayrıdır. Yəni, ümmə əmsal olsaydı, deyərdim ki, ümmü kütlə hesabla. İndi, buradan M1 ilə M2 toplayanda eləyir 30 vura
F'imiz nə qədərdir? 140. Mü 1 0.2'dir. Vuracağıq 20'ye, vuracağıq bir də ona. Eləyəcək 40. Mü 2'miz 0.4'dür. Vuracağıq ona, bir də vuracağıq ona. Bu da eləyəcək 40. Və nəticədə buranı aldıq 60. 30'a 60'dır A. Bizdən təcili soruşmur. Bizdən yayın uzanmasını soruşur. İndi növbəti atdım. Sistemin təcilini tapdım. Sistem birgə deməkdir. İkisi birlikdə 2 metr böl saniyə kvadrat təcillə sola doğru hərəkət edirlər. İndi sırf buna baxıram. Sırf buna təsir edən qüvvələr hansılardır? Buna təsir edən qüvvə, bunu qabağa dartan qüvvə nədir? Bu yayın elastiklik qüvvəsidir. Yayın elastiklik qüvvəsi bunu qabağa dartır. Sürtünmə qüvvəsi harada artır? Geriyə dartır. Onda bu sistem üçün, baba bunun üçün əvəzləyici qüvvə, yəni bu digərlərindən çətin oldu, çünki görürsə bir neçə gediş elədik. Elastiklik qüvvəsi çıx 2'nin sürtünmə qüvvəsidir. Buna təsir edən 2'nin sürtünmə qüvvəsidir. Buradan elastiklik qüvvəsini tapsam, F əvəzləyici, üstə gəl ikinciyə təsir edən sürtünmə qüvvəsi. Yəni, F əvəzləyici artıq bizdə M2, ikincidən söhbət gedir. M2A'dır. A-nı neçə tapmışıq? 2. M2'miz nə qədərdir? 10. Eləmi? Ümid edirik. M2'miz 10. Gördük. Əvəzləyici də təkcə buna təsir edəndir. Bu səbəbdən də M2A, A'mız 2'dir. M'miz 10'dur, bu elədi 20. Bu 20'dir. Aha. Bunu tapdıq 20. Bəs ikinci sürtünmə qüvvəsini də burada tapmışdıq. Necə tapmışdıq? Topladıq, elədi 60. Bitdi mi? Bitmədi. Aha. F'i tapdıq 60. Amma bizdə nəyə soruşurlar? X'i. F elastikliyi nəyə bərabər idi? İndi biraz səliqəsiz yazdıq. Kx'dir. Buradan X'i tapası olsaq, F elastikliyi böləcək nəyə? K'ya. F elastikliğimiz bizim nə qədərdir? 60 bölülük 600'ə. 0.1 metr. Santimetrlə soruşursa 10 santimetr. Neylə soruşur bizə cavabı? Heç ilə. Onda 0.1. Bəli, düşə bilər. Bu sual düşə bilər. Rahat da qəşəngdə sual. Keçək. 45. Silək. İndi üfüqi səth üzərində düz xəttli hərəkət etdirilən cismin kütləsi 10 kiloqramdır. Cismə təsir edən sürtünmə qüvvəsinin qrafiki bu formadadır. Bu F qüvvəsidir. Bu sürtünmə qüvvəsidir. Və deyir A nöqtəsinə uyğun sürtünmə qüvvəsini və təcili hesabla. A nöqtəsinə uyğun sürtünmə qüvvəsini və təcili hesabla. Tələbə deyir ki, ay Süleyman, bu hissədə F ilə F sürtünmə niyə ikisi də birdən artıb? Səbəb, birinci halda sürtünmə qüvvəmiz sükunət sürtünmə qüvvəsidir. Və sükunət sürtünmə qüvvəsi dartı qüvvəsi nədir? Bərabərdir. Dartı qüvvəsi artdıqca sükunət sürtünmə də artıb. Özdə necə artırlar? Birbaşa bərabər artırlar. Onda tələbə deyir ki, Süleyman, burada 30'dursa, burada da nə olmalıymış? 30. Eyni cür artırlar. Ondan sonra bəs niyə qırılır? Artıq sükunət sürtünmə qüvvəsinin maksimal qiymətinə çatırsan. Yəni nəyə? Mü-MJ-yə. Ondan sonra bunu artırsan belə, bu tərəf artıq neynəmir? Dəyişmir. Yəni bu o deməkdir ki, bu 30
artıq bütün yol boyu eynidir. Sürtünmə qüvvəsini tapdıq. Düz xətt olanda cismi çəkir. Düz xətt boyunca indi hərəkət edirik. O niyə lazımdır? İndi onu deyəcək. O heç. Yəni biz cismi F qüvvəsi ilə düz xətt boyunca hərəkət elətdiririk. Niyə düz xətt bizə lazımdır? Düsturumuz MJ-yə girsin. MJ-mizi də görürük biz. Neçədir? 30. Sürtünmə qüvvəmiz var. Hərəkətin əksinə yönəlir. 30 Newtondur. A nöqtəsi buradadır. A nöqtəsinə uyğun qüvvə də 70'dir. Bu da artı qüvvəsidir. Bizə sistemin təcilini istəyir. Təcil nədir? F əvəzləyici böl M-dir. Onda diqqətli olsaq, F əvəzləyicini nətər tapacağıq? Bu ikisinin fərqi ilə, yəni 70 çıx 30 böl 10. Vəssalam. Biz deyirik ki, bu hissədə biz dartı qüvvəsini artırdıqca sükunət sürtünmə qüvvəsi də artır. Çünki sükunət sürtünmə qüvvəsi dartı qüvvəsinə nədir? Bəli. Özdə eyni cür artırlar da, bərabərləndir. Yəni bu 30'dursa, bu da neçədir? 30'a çatandan sonra qüvvəni artırırsan, amma daha sükunət sürtünmə qüvvəsi artmır. Sorsan, niyə artmır? Cisim sürüşməyə başlayanda artıq sükunət sürtünmə qüvvəsi müəmcə ilə tapılır. Dartıya sükunət sürtünmə qüvvəsinin maksimal qiyməti müəmcə ilə tapılır. Sürüşmə sürtünmə ilə müəmcədir. Bundan sonra cisim başlayıb nə etməyə? Sürüşməyə. Bu hissədə cisim sükunətdə qalır. Bu hissədə artıq sürüşür. Və biz başa düşürük ki, sürtünmə qüvvəsi hər yerdə eyni dayanmalıdır. Sabit gedir. Yəni sürtünmə qüvvəsi istənilən nöqtədə eynidir. A-da da eynidir. Elə? Sürtünmə qüvvəm var, dartı qüvvəm var. Əvəzləyici də bu ikisinin fərqi olacaq. Hər şey qoydum yerinə, söhbəti bağladım. Bax, bu açıq sualları da tələbə beynində emal eləməlidir. Keçdik 44'ə. Görək 44'də söhbət nədən gedib? Silə bilərik də hamısını. Bu tərəfi silək. Hər biri də imtihana düşə biləcək sualda, əziz tələbələr. Məsələn, 45 çox rahatlığına imtihanlıqdır. İndi, eyni məntiqə baxırıq. Qüvvəni artırmağımıza rəğmən 20 Newtonacan təcil yoxdur. 20 Newtondan sonra birdən-birə başlayır təcil alınmağa. Uşaqlar, təcilin alınmağına səbəb hərəkətə başlamadır. Hərəkətə başlamadır. İndi tələbə nə edir? Birinci deyir ki, Süleyman müəllim, J-ni 10 verib, A nöqtəsinə uyğun təsir edən sürtünmə qüvvəsi və dartı qüvvəsini hesabla. A nöqtəsi budur. Sürtünmə və dartını istəyir hesabla. Tələbə mənə deyir ki, Süleyman müəllim, mən bu qüvvəni artırıram, təcil ona görə sıfırdırsa, burada cisim sükunətdədir. Bura sükunət sürtünmə qüvvəsinin maksimal qiyməti və ya fidurə sürüşmə sürtünmə qüvvəsinin özüdür. Yəni mən sürüşmə sürtünmə qüvvəsini gördüm. 20 Newtondur. Sükunət sürtünmənin maks qiyməti sürüşmədir. Sürüşmədir. Bundan sonra cisim başlayıb nə etməyə? Tərpənir yerindən, artıq təcili var. Və əvəzləyici qüvvə də dartı qüvvəsi ilə sürüşmə sürtünmənin fərqidir. Bizə dartı qüvvəsini istəyirlər. A-ya uyğun dartı qüvvəsini bilmirik. Amma bilirik ki, bu dartı qüvvəsi F əvəzləyici üstə gəl. F sürtünmədə bunu bu tərəfə atdıq. Ya da hər iki tərəfin üzərinə F sürtünmə gəldik. Ki, bu yığışsın burada. F əvəzləyicinin düsturu nədir? MA. A-mızı görürük. 7'dir. M-mizi görürük. Verməyiblər ki. Verməyiblər, indi tapacağıq. Sürtünməni də görürük neçədir? Bir dənə burada M-i tapmaq lazım. Düzdür? M-i necə tapacam? Baba buradan tapacam. Eyni tənliyi burada da yazın.
F əvəzləyici nəyə bərabər oldu? F tartı çıx. F sürtünmə. Bunun yerində nə dayanıb? MA. Bu nöqtədə F tartı 50'dir. F sürtünmə 20'dir. O 5 olan nədir? A. Təcil. Onda Nihat telefonla oynama. M bərabər oldu 6. Tapdıq. Qoyduq bunu bura. 20 bizdə sükunətin maksimalı və ya sürüşmə sürtünmə. Buradan görsən təcil yoxdur. Deməli, cisim yerindən neynəməyib? Tərpənməyib. Bu hissədə bizdə sükunət sürtünmədir və maksimum neçədə dayanıb? 20'də. Bəli. Burada neçə elədi? Bəs olun. Gördüyünüz kimi. Bir də izah edək. Biz qrafikə baxırıq. Bu qrafikdə görürük ki, qüvvə artırmağına rəğmən təcilimiz nədir? 0'dır. Bu 20'dən sonra təcil başladı yaranma. Deməli 20'dən sonra artıq sükunət sürtünmə qurtardı. Eləmi? Bu deməkdir ki, sükunət sürtünmənin maksimal qiyməti 20'dir. Onda sürüşmə sürtünmə də 20'dir. Çünki sükunət sürtünmə qüvvəsinin maksimal qiyməti μmJ'dir. Sürüşmə sürtünmə qüvvəsinin də düsturu μmJ'dir. Sükunətin maksimalı elə sürüşmənin özünə 20 Newton'dur maksimal. Deməli, sürüşmə sürtünmə də nəyə bərabərdir? 20'yə. Bunu yazdıq. Əvəzləyici qüvvə nədir bizdə? F tartı çıx. Əvəzləyicinin düsturu nədir? MA. Bu nöqtə üçün təcilimiz 5, F'imiz 50'dir. Bu nöqtə üçün. Ona görə dartının yerinə nə yazdım? 50. Sürtünmə dəyişməyib. 20. A'mız da bizim bu nöqtə üçün neçədir? 5. Onda M'i tapdıq neçə? 35'e böldük. 6. 35'e böldük 6. Bu 6 bizdə kütlədir və bu kütlə dəyişməyəcək. Qüvvəni dəyişmək kütləni eləmir. Dəyişmir. Kimsə məni itələsə, ağır, böyük qüvvə ilə də itələsə, kiçik qüvvə ilə itələsə arıqlayıb kökəlməyəcək. Yəni burada M dəyişən deyil. İndi ikinci dəfə eyni düsturu tətbiq edirik. Yenə də F əvəzləyici, F tartı çıx. F sürtünmədir. F əvəzləyici. Deməli, F tartı nə olacaq onda? F sürtünməni bu tərəfə atıram. F əvəzləyici üstə gəl F sürtünmədir. F əvəzləyici MA'dır. F sürtünmə 20'dir. A'mızı bilirik. Bu nöqtədəki A'mız neçədir? 7'dir. M'imizi yuxarıdan tapmışıq. 6, 6 vur 7. Üstə gəl 20. Razı? Sürüşmənin hər zaman qiyməti düsturu müəyyən. Sürüşmənin hə. Müəyyəndir. Daha doğrusu. Burada müəyyən çıx. Aha. Onda sükunətin də maksimum qiyməti müəyyəndir. Maksimum müəyyən. Maksimum deyilsə sükunət nəyə bərabərdir? Yaxşı. 43 nömrəli sual deyilsən, OTK mən oğurladığım yerdən oğurlayıb. OTK deyirəm. Dövlət İmtahan Mərkəzində bu sual yox idi, yeni salıblar. Amma bu sual Ruslarda var idi, mən oradan oğurlamış uşaqlara salırdım. İndi həmin sualı yenidən burada salıblar. İndi görən hardan? Aha. Baha 43'ə. 43. Bu bizim səttimiz. Bu M1 kütləli cisim. Burada bir ikinci cisim. M2 kütləli cisim. Uşaqlar, şərtə görə M1 3 dənə M-dir. M2 M-dir. Sərbəst buraxanda təcillə, A təcili ilə bunlar hərəkətə başlayır. A təcili ilə hərəkətə başlayır. Bu tərəfə doğru gedirlər. Və deyir ki, M1 kütləli cisimə təsir edən sürtünmə qüvvəsi nəyə bərabərdir? M1'ə təsir edən sürtünmə qüvvəsi. M1'ə nə təsir edir? M1'ə bu tərəfə sürtünmə qüvvəsi təsir edir. Bu tərəfə gərilmə qüvvəsi təsir edir. Bu ipin gərilməsi.
Bu ipin gərilməsi də həmişə bunun çəkisinə bərabər. İndi nə edirəm? Bura üçün, bu hissə üçün Newtonun ikinci qanunu yazaq. Daha doğrusu belə deyək, birinci gəlin əvəzləyici qüvvəni yazaq. F əvəzləyici bərabərdir. P çıx. F sürtünmə. Burada sağ olduğu bəli, T böyük. Hələ ki bilmirik. Hərəkətə başlayıb sadəcə. Təcilin neçə olduğunu bilmirik, amma istiqamətin bildiyi. Deyir, buraxanda hərəkətə başlayacaq. Hara hərəkətə başlayacaq? Öz başına yuxarı qalxan deyir ki, aşağı düşəcək də. Aha. Onda F əvəzləyicinin yerinə nə yazıram? M1A. Uşaqlar burada gərilmədə yandırır. Bu gərilmə buradakı cismin çəkisidir. Bunun çəkisidir. Bu da olur M2 vur minusa. Çünki cisim A təcil hərəkət edirsə, çəkinin üstürü J çıxadır. Aha. Ancaq J plus A da ola bilərdi, əgər təcil ara yönəlsəydi. Şaqırı yuxarı. F sürtünməni də elə deyirlər tap. Yox, sürtünməni deyirlər, yoxsa neyi istəyirlər bizdən? M1-ə təsir edən sürtünməni deyir. İndi biz buradan nə eləyə bilərik? F sürtünməni bu tərəfə ataq, bunu da bu tərəfə ataq. Onda F sürtünmə bərabər olacaq. M2 vur. J çıxa. Çıx. M1A. Və tələbəmiz də M2-nin yerinə nə yazır? Bir dənə M. M vurulsun J çıxa. M1-in də yerinə yazır 3M. Çıx 3MA. Eləmi? Və solon. Sürtünmə qüvvəsini burada saxlaya bilərik. Əgər bizə konkret qiymətini deməyib ki, sürtünmə qüvvəsi nəyə bərabərdir? Buna bərabər. Razı? Və solon. Bizdən başqa bir fikir söyləməyə istəməyib. Bizə sənə kitabın sonunda necə cavab veriblər? Belə mi cavab veriblər? Yoxsa ardın nəsə hesablayıblar? Səhifə neçədir bu? İnşallah taparıq. 344. Bəli, elə belə də saxlayıblar uşaqlar. Yəni deyərsən, ay Süleyman, mənim başımı niyə alladırsan? Burada vurub açıb yazıblar. Biz də belə saxlayıq. Yəni elə bir dəyişikliyimiz yoxdur. Aha. Gərilmə niyə çəkiyə bərabər olur? Bax, elə bil ki, onun çəkisi qədər artılır da. Yəni, bu öz çəkisi ilə bunu da artır. Razı mı? Yəni, o çəkiyə bərabər götürürük. Yaş dayandıraq bu qədər, bəsdir, çox dedik.